Xoş gördük əziz dinləyicilər. Bir mənalı və maraqlı bir məlumatı da sizə çatdırım. Bilirsiniz ki, Türkmenistan'da bir görüş keçirilirdi. Burada Putin də iştirak edirdi, Türkiyə prezidenti və Pakistan baş naziri də iştirak edir ki, bilirsiniz ki, bu günləri Putin izgoy edilmiş bir dövlət olduğuna görə müəyyən mənada bu görüşlərdə iştirakda maraqlıdır və bu görüşlər əsnasında tək tərəfli görüşlər də olur ki, məhz Pakistanın baş naziri ilə görüş keçirilməlidir, amma Pakistanın baş naziri Şahbaz Şərif 40 dəqiqə Putini gözlədikdən sonra və xəbər tutur ki, Putin bu dəqiqə deməli Türkiyə prezidenti və Qırğızstan prezidenti ilə baş naziri ilə görüşür. Məhz o deməli çıxır iclasdan, gəlir onların iclasına qoşulur. Əlbəttə bu qanuna uyğun deyil, amma o görüşə qoşulduqda da Şahbaz Şərif burada nə düşünüb, düşünməyib, yəqin çox pis təsir eləyib buna, gəlib o görüşə qoşulur, amma orada da izqoy vəziyyətinə düşür. Deməyim istədiyim nədir? Burada deməli Putin yenə də ən böyük hörmətini eləyib. Bu hörmətsizlikləri o çox eləyib və burada isə 2 nəfərə böyük hörmətini eləyir. Həm Şahbaz Şərif orada 40 dəqiqə saxlamaqla Hindistana mesaj verir, həm də eynən Türkiyə prezidenti ilə görüşdükdə məhz Türkiyənin mülki gəmisini Qara dənizdə vurur, batırır, darmadağın edir. 2 şəxsə eyni vaxtda hörmətsizlik eləyir. Və bu 2 şəxs də əsasən də Erdoğan bu duginçilikdən, bu avrasiyaçılıqdan əl çəkmir öz şəxsi maraqlarına görə. Əlbəttə burada Modiyə bir mesaj göndərib. Çünki Modi ilə Hindistan baş naziri ilə təzə görüşdən gəlmişdi. Orada da görüş əslində ona bir mesaj verir ki, bax ki, sənin rəqiblərimi belə əzirəm, belə təhqir edirəm, sən də sevincinə. Amma təəssüflər olsun ki, bu təhqirdən nədənsə Türkiyə prezidenti doymur. Bu duginçilikdən əl çəkmir, bu avrasiyaçılıqdan əl çəkmir. Səni BRICS-dən qovurlar, sənə şərtdən qovurlar, amma sən yenə də niyə? Çünki öz maraqlarına görə orada olmaq istəyirsən. Baxın, mənim əzim, həm də Erdoğan bu günləri kifayət qədər müsəlmancı, İslamçı tanınır və onu İslam vacıya müsəlmanların hamisi kimi tanıtırlar. Bilirsiniz, Netanyahunu söyməkdə çox məşhurdur, Netanyahuya işğalçı deyir, Netanyahuya uşaq qatili deyir və onunla Misirdə keçirilən görüşdə görüşmür, amma burada isə gəlir Putinlə görür. Halbuki Putin ən böyük müsəlman qatildir. Çeçenləri 94-də, 99-cu ildə öldürüb, bugün Ukraynanı işğal edib, bütün qonşularını işğal edib, 100 mindən çox uşaq və sivil insanı öldürüb, amma ona heç kim heç nə demir. Niyə? Demək ki, burada da səmimiyyətsizlik var. Burada da İslamdan söhbət getmir. Sadəcə olaraq böyük dövlət rəhbəri var, ondan qorxuram, ona hörmət edirəm. Kiçik dövlət rəhbəri var, ondan qorxmuram, ona nə istəsən deyə bilərəm. Bu da bunu gətirir ortaya qoyur. Və bunu yaddan çıxartmaq lazımdır. Türkiyə kimi böyük bir dövlət özünü bu vəziyyətə salmamalıdır. Türkiyənin yeri duginçi, avrasiyaçılıqda deyil. Türkiyə xalqının maraqları Avropa birliyində təmsil olunmağı etibar edir. Məhz Türkiyənin apardığı bu siyasət nəticəsində məhz bu günləri 1 evro 50 liraya artıq 50 liraya verib 1 evro almaq lazımdır. Baxın, bu aparılan yanlış siyasət gətirir ona çıxardır ki, bugün Türkiyə iqtisadi çökür. Türkiyə öz maraqlarını yalnız və yalnız Avropada görməlidir. Ona hörmət edən ölkələr oradadır, ona hörmət edən Putin deyil. İkinci bir məsələ, mən bunu səmimi deyirəm. Heç olmasa Azərbaycan prezidentindən örnək götürün. Azərbaycan prezidenti Azərbaycanın samolyotu vurulduqda məhz 1 il artıq üstündən keçir. 1 ildən sonra biz dirəndik ki, üzr istəməsi. Pis, yaxşı, nala-muxa vura-vura, amma Putin Azərbaycan prezidentindən və Azərbaycandan üzr istədi. Və siyasi duruş belə olmalıdır. Hə, pisdir, yaxşıdır, bəyənərsən, bəyənməzsən, amma məsələ ondan ibarətdir ki, sən öz mənliyini, öz şəxsiyyətini və öz dövlətinin qürurunu hər zaman qorumaq zorundasan. Təşəkkür edirəm diqqətinizə görə.